Salam biologiya həvəskarları. Heç vaxt itirmədən gəlin düz mətləbə keçək. Bugün biz Xəzər dənizinin bəlkə də ən çox diqqətdən kənarda qalan, amma əslində ekosistemin tam mərkəzində dayanan bir qəhrəmanını, Xəzər külməsini təhlil edəcəyik. Bəli, sadəcə sıradan bir balıq kimi görünə bilər, amma inanın mənə, bu mənbələri incələdikcə onun bütöv bir qida zəncirini necə ayaqda tutduğunu görəcəyik. Hazırsınızsa, gəlin bu dərinliklərə baş vurub onun hekayəsini öyrənək. Yaxşı, gəlin bugünkü planımıza qısa bir nəzər salaq. Əvvəlcə balığın əsl kimliyindən, sonra anatomiya və inkişafından danışacağıq. Daha sonra addım-addım həyat döngüsünə, yırtıcı şikar münasibətlərinə, çoxalma strategiyalarına və ən sonda növün qarşılaşdığı təhdidlər və mühafizə yollarına baxacağıq. Birinci bölmə. Əsl kimliyi. Rutilus caspicus yoxsa Pseudofoxinus. Bilirsiniz, biologiyada çox yayılmış və çaşdırıcı bir yanlışlıq var. İnsanlar çox vaxt tamamilə fərqli balıqları eyni adla çağırırlar. Gəlin bunu aydınlaşdıraq. Məsələn, xalq arasında vobla adlandırılan əsl Xəzər külməsi var, yəni Rutilus caspicus. Bu növ sırf Xəzər dənizinə xasdır, ancaq burada yaşayır. Digər tərəfdə isə Aralıq dənizi hövzəsində yaşayan və yenə də çox vaxt külmə adlandırılan Pseudofoxinus növü var. Eyni fəsilədən ola bilərlər, amma tamamilə fərqli coğrafiyaların və suların sakinləridirlər. Bizim bugünkü araşdırmamızın əsas qəhrəmanı isə məhz o doğma Xəzər sakinidir. İkinci bölmə. Fiziki xüsusiyyətlər, anatomiya və inkişaf. Yaxşı, gəlin bu balığın təbiətin çətin şərtlərinə necə uyğunlaşdığına, onun zirehinə baxaq. Xəzər külməsi həqiqətən də möhtəşəm bir kamuflyaj ustasıdır. Onun yaşılımtıl beli, gümüşü böyrüləri və qarnı var. Bu rəng çalarları onu yuxarıdan baxan ac quşlardan və aşağıdan gizlənib pusqu quran yırtıcı balıqlardan əla qoruyur. Amma məncə ən maraqlısı kürü tökmə dövründə baş verir. Təsəvvür edin, erkək fərdlərin bədənində, xüsusən də ağız ətrafında qəflətən xırda epitel çıxıntıları yaranır. Bu, təbiətin sırf cütləşmə dövrünə hazırlıq üçün dizayn etdiyi qeyri-adi bir bioloji adaptasiyadır. 37, bəli, düz eşitdiniz. Azərbaycan sularında qeydə alınan və ovlanan ən iri Xəzər külməsinin uzunluğu düz 37 sm olub. Çəkisi isə nə az, nə çox, tam 700 qram. Və bu böyüklüyə, bu kütləyə çatmaq üçün o balıq düz 6 il yaşayıb. Düşünəndə ki, bu növün orta ömrü onsuz da cəmi 5-6 ildir, bu sadəcə ağla sığmaz bir inkişaf göstəricisidir. Yəni, o cür vəhşi mühitdə illərlə sağ qalıb, maksimum böyümə həddinə çatmaq gerçəkdən də böyük uğurdur. Üçüncü bölmə. Həyat səyahəti. Adım-adım həyat döngüsü. Və gəldik hekayəmizin bəlkə də ən cəlbedici yerinə. Bir biologiya tələbəsi olaraq bu mütləq diqqətinizi çəkəcək. Xəzər külməsinin həyatı tam çevrilmə adlandırdığımız möhtəşəm bir metamorfoz prosesidir. Hər şey su bitkisinə yapışdırılmış o kövrə, kiçicik kürüdən başlayır. Sonra ondan zərif bir sürfə çıxır. O sürfə böyüyüb körpə balığa çevrilir və amansız dəniz sularında həyatda qalmaq üçün əsl mübarizəyə atılır. Cəmi 2-3 yaşlarında isə artıq reproduktiv, yəni çoxala bilən güclü və yetkin bir fərd olur. Təsəvvür edirsiniz, bir kürüdən tam yetkin fərdə qədər olan bu heyrətamiz inkişafsa sadəcə bir neçə ilin içində baş verir. Dördüncü bölmə. Həyat şəbəkəsi, yırtıcı və şikar. İndi bura xüsusi diqqət yetirin. Çünki bu hissə balığın niyə bu qədər vacib olduğunu göstərir. Bu balıq sadəcə qida zəncirinin sıradan bir halqası deyil, o əslində canlı bir bioloji enerji körpüsüdür. Gəlin izah edim. O suyun dibindəki bentosla, yəni mollusklarla, xironomit sürfələri ilə, xərçənglərlə və yosunlarla qidalanır. Suyun dibindəki bütün bu enerjini toplayır və öz bədən kütləsinə çevirir. Və sonra nə baş verir? Öz növbəsində durna balığı, sıppı, su ilanları, nəhəng quşlar və hətta Xəzər su itiləri üçün əsas yemə çevrilir. Anlayırsınızmı? Xəzər külməsi olmasa, o dibdə yatan enerji yuxarıdakı böyük yırtıcılara heç vaxt çata bilməz. Sistemin ürəyi məhz budur. 5-ci bölmə. Gələcək nəsil. Çoxalma strategiyaları. Yaxşı, yəqin düşünürsünüz ki, bəs bu qədər çox yırtıcının hədəfində olan hər kəsin yemək istədiyi bu canlı necə sağ qalır və nəslini qoruyur? Bütün sir onun çoxalma strategiyasındadır. Xəzər külməsi yarımkeçici növdür. O deməkdir ki, kürü tökmək üçün hər il mütəmadi olaraq Küraraş hövzəsi kimi dayaz çaylara tərəf qəhrəmancasına miqrasiya edir. O, fitofil bir balıqdır, yəni çoxalmaq üçün bitki örtüyü onun üçün həyati əhəmiyyət daşıyır.
Suyun temperaturu dəqiqliyi ilə 19,2 ilə 21,8 dərəcə Selsi arasına çatdıqda, bu onun üçün bir işarə olur və kürülərini birbaşa həmin su bitkilərinin üzərinə yapışdırır. Təbiətin saatı və dərəcəsi sözün əsl mənasında qışursuz işləyir. Və burada ən həlledici, ən heyrətamiz məqamlardan birinə gəlirik. Bayaqki sualımıza qaydaq. Bu qədər yırtıcıya qarşı necə sağ qalırlar? Cavab sadədir. Say çoxluğuyla. Tək bir dişi fərd bir dəfəyə 12.000-dən düz 89.600-ə qədər kürü qoya bilir. Bəli, demək olar ki, 90.000. Ekosistemdə bu balıqların yeyilmə riski o qədər böyükdür ki, sağ qalmağın tək bioloji yolu kəmiyyətlə kompensasiya etməkdir. Təsəvvür edin, bir balıq öz qısa ömrü ərzində 3-4 dəfə bu cür ağlasığmaz kütləmi reproduksiya edir. 6-cı bölmə. Ekosistem təhdidləri və mühafizə, həlqəni qorumaq. Ancaq gəlin reallıqla üzləşək. Təbiətin bu qədər milyon illərlə formalaşdırdığı, mükəmməl dizayn etdiyi sistem insanın fəaliyyəti qarşısında bəzən çox aciz qalır. Mənbələrimizdəki faktlar olduqca ciddidir. Su hövzələrinin çirklənməsi, o bəhs etdiyimiz təbii kürüləmə yerlərinin məhv edilməsi və əlbəttə ki, limitdən artıq intensiv ovlanma bu növə böyük zərbə vurur. Vəziyyətin nə qədər həssas olduğunu bilmək istəyirsinizsə, bir fakt edeyim. Azərbaycan sularında yaşayan və Xəzər kürməsinin yaxın qohumu olan Soyuq bulaq kürməsinin artıq nəslin kəsilməsi ehtimalı olunur. Bu, həqiqətən də həyəcan təbili çalınmalı bir durumdur. Amma əlbəttə, ümidsizliyə qapılmağa ehtiyac yoxdur. Elm bizə çıxış yollarını göstərir. Xəzər kürməsini qorumaq üçün həlledici addımlar atılmalıdır. Və bu artıq başlanıb. Birinci növbədə ov qaydalarına ciddi nəzarət edilməlidir. İkincisi və ən vacibi, çoxalma mövsümündə bu balıqların kürü tökmək üçün çaylara getdiyi miqrasiya yolları mütləq açıq saxlanılmalıdır ki, nəsillərini davam etdirə bilsinlər. Və nəhayət, su anbarlarında balığın kürləmə ərəfəsində suyun səviyyəsi normal saxlanmalıdır ki, o qoyulan milyonlarla dəyərli kürü quruya düşüb məhv olmasın. Bütün bu təhlilimiz bizi çox həlledici və bəlkə də bir qədər qorxuducu bir düşüncə ilə baş-başa buraxır. Biz gördük ki, Xəzər kürməsi dəniz dibindəki enerjini quşlara, balıqlara və suitilərə ötürən əsas arteriyadır. Təsəvvür edin, əgər çirklənmə və tənzimlənməyən ovlanma Xəzər qida şəbəkəsindəki bu həyati həlqəni bir dəfəlik qırarsa, ondan asılı olan bütün o nəhəng yırtıcılara nə olacaq? Bütün bir ekosistem belə bir itkiyə tab gətirə biləcəkmi? Bu, bizi təbiətin zərif balansı haqqında daha dərindən düşünməyə vadar edən bir sualdır. Bugünkü araşdırmamızda bizimlə olduğunuz və bu vacib mövzuya vaxt ayırdığınız üçün təşəkkür edirəm. Növbəti mövzularda görüşənədək Geleceğe emanet